İşlərin düzəlməyəndə, yəni çarəsiz qalanda deyirsən yəqin ki, üzərimdə hansısa bir negativ ağırlıq var. Bu zaman kiməsə müraciət edirsən. Amma qarşında olan adam kim olduğunu bilmirsən. Bu adam səni daha da pis vəziyyətə qoyur. Bəzi mənə müraciətlər edirlər ki, Fərqan xanım, birinə müraciət elədik, dedi bizə qəbirstanlıqdan torpaq gətir və yaxud da şəkil apar qəbirstanlıqda basdır və yaxud da bunu et, onu et. Əzizlərim, bilin ki, həmişə mən bunu demişəm. Bilin ki, bu insanlar sizi pisliyə, yəni pis günlərə, daha da pis günlərə salır. Deyəsi Fərqan xanım, kimi inanaq? Həmişə demişəm, qarşınızdakı olan insanın kim olduğunu bilin. Onun danışığına fikir verin. Allah Teala bütün insanlara gözəl ağıl verib, zəka verib. Baxın, görün bu adam kimdir, nə işlə məşğul olur, nələrlə iş görür. Yəni bilin ki, cadu, tilsim, sehri ancaq Quran ayələrindən batil eləmək olur. Bunu başqa bir şeylərlə sizə daş verirlər. Nə bilim, aparın bunu qəbirstanlıqda bastırın və yaxud da, nə bilim, 1000 dənə iplər gətirin və yaxud da evdən köynəyinizi gətirin. Bu şeyləri deyirəm ki, biləsiniz əzizlərim. Min şeylər, min onların hoqqaları, yəni bu şeylərə inanmayın. Bir də bilin ki, kartla oynayan, kofe ilə sizə baxış eləyən və yaxud da 1000 hoqqalardan çıxan insanlar sizə heç cürə kömək eləyə bilməz. Yəni ondansa bir insan özü dua oxuyar, dualı su içər, ona daha çox xeyir olar ki, belə insanlardan, pis insanlardan uzaq olun. Onların pisliyini bilin, öyrənin. Məsəl üçün gedirsiniz, sizə deyirlər ki, gedin mənə, bunu eşitmişəm deyirəm ha, fil sümüyü gətirin, nə bilim, it sümüyü gətirin. Nə bilim, sizə tutub canavarın dişini satırlar. Canavarın özünü öldürürlər, dişini çıxardıb sizə verirlər. Onun sizə nə xeyir olacaq? Heç bir xeyir olan deyil. Yəni, belə bir şeylərə inanmayın. Nə bilim, sizə güllə keçməz yazırıq, mütləq ceyran dərisi olmalıdır. Əzizlər, o vaxtı neçə min il bundan qabaq, yəni neçə illər bundan qabaq deyim, vərəqə, kağız olmadığına görə bunu dəriyə yazırmışlar. İş o deyil, ceyran dərisinə. Güllə keçməzdən söhbət gedir. Yəni, bunlara aydınlıq gətirirəm ki, belə şeylərə inanmayın. Bir insanda negativ varsa, onu bədəndən çıxartmaq lazımdır. Onu bacaran insanlar bilməlidir. Yəni, bəzi insanların feillərinə inanmayın və bildiyiniz halda özünüzü aparıb tora salmayın. Bunu hər kəsə deyirəm ki, bilginiz olsun əzizlərim. Belə insanlardan uzaq olun, kartla oynayan, kofe ilə və yaxud da ay, mənim görücülüyüm var, pis işlər, şamlar sizə deyir, şamı aparın, belə bu şam sizə kömək olacaq, şamla təmizlənəsiniz, nə bilim, 1000 dənə hoqqalar.